əmrində bir neçə işçini daxil edə bilirik. Amma təəssüf ki, məzuniyyət əmrində bizə o səlahiyyət verilmir. İndi keçək məzuniyyətlərə. Gəlirik əmaz, əmrlər, əmr yarad, məzuniyyət əmri yarad. Bu zaman məzuniyyət əmrində biz görürsük, burada seçim vermir. Biz yalnız bir işçini seçə bilərik. Peki, xanımı seçdik. Burada məzuniyyətin növləri var. Əmək məzuniyyəti, təhsil məzuniyyəti, yaradıcılıq, sosial qismən ödənişli və ödənişsiz məzuniyyət. Biz əmək məzuniyyətindən başlayaq. Ərizənin tarixini yazdıq, ərizənin nömrəsini yazdıq. Hüquqi əsas kimi, məsələn, bu adam 114.3B ilə 30 gündür. Birdən də, tutaq ki, bu adamın stajına görə də götürmək istəyir. Yəni, onu da seçək, 116.1. Seçdik. İşçinin iş ili, burada iş ilini biz yazsaq ki, tutaq ki, 1 may 2025, amma bunun faktiki iş ili həmən dövr olmasa belə, əmək alt sistemi onu gedib yoxlamır. Yəni, əmək alt sistemində elə bir yoxlanış yoxdur ki, geçsin yoxlasın ki, bu 5 apreldən işləyir, yoxsa yox. Yəni, nə yazsaq onu götürür, amma siz iş ilini yazmalısınız. Çünki söhbət əmək müqaviləsinin üzərindən hansı iş ilində gedirsə, istifadə edirsə, hansı iş ilindən istifadə edirsə. Ola bilər ki, bu il sonuncu iş ili başlayır 5 aprel 2025-26-dan gedir və artıq 2027-yə keçəndir. Amma işçi istifadə eləmək istəyir 2 il işin öncəsini, onda biz 2 il işin öncəsini yazmalıyıq. Amma ola bilər ki, hər iş ilindən istifadə etmək istəyir, onda biz nə edirik? Burada yenə seçirik 5 aprel 2025. Aha, burada gördüyünüz 2 iş il üzrədir. Birinci iş il üzrə ancaq əsas məzuniyyəti qalıb 5 gün onu istifadə edir və əlavə məzuniyyəti də əmək stajına görə də 1 günü qalıb. Burada əlavə düyməsini mütləq vurun, təsdiqlədir. İkinci iş il üzrə 7 günü qalıb və zərərli işləyir və ya